Bu meditasiya hamiləlik yolunda olan qadınlar üçün xüsusi hazırlanıb. Məqsədim sənin bədəninə və ürəyinə dərin sakitlik bəxş etməkdir. Hamiləlik çox gözəl bir yolculuqdur. Amma bəzən qorxu, gərginlik və narahatlıqlar da özünü göstərə bilər. Bu tamamilə təbiidir. Bu meditasiya ilə sən həmin gərginliyi yavaş-yavaş buraxacaqsan. Özünü daha güvənli, sakit və balanslı hiss edəcəksən. Bir neçə dəqiqəni yalnız özünə və körpənə ayır. Rahat bir yerə əyləş və ya uzan. Bədənini tam şəkildə dəstəklə. Çiyinlərinin boşaldığını, nəfəsinin sərbəst axdığını hiss et. Bu an yalnız sən və körpən üçündür. Hər səs, hər nəfəs və hər an səni daha da sakitliyə aparacaq. Gəl indi birlikdə bu gözəl, sevgi dolu səyahətə başlayaq. Dərin bir nəfəs al və yavaşca ver. Hər nəfəsinlə bədənini daha da sakit hiss et. Bu an yalnız sən və körpən varsınız. Diqqətini tam olaraq ayaqlarına yönəlt. Ayaqlarını hiss et və onları boşalt. Sonra baldırlarını, dizlərini, budlarını hər nəfəs verdikcə bütün gərginlik axıb gedir. Diqqətini qarnına yönəlt. Körpənin yerləşdiyi bu möhtəşəm mərkəzi hiss et. Qarın əzələlərini yumşalt və körpəni sevgi ilə qucaqladığını təsəvvür et. Döş qəfəsinin, çiyinlərinin, boynunu və üzünü rahatlaşdır. Çənəni boşalt, alnındakı gərginliyi burax. İndi bütün bədənin sakit və yüngüldür. İndi nəfəsini izləməyə başla. Dərin nəfəs al, körpənə sevgi, sakitlik və güvən göndər. Nəfəsi burax, qorxu, gərginlik və narahatlığı azad et. Təsəvvür et ki, hər nəfəs aldığında qarın bölgən parlaq, yumşaq bir işıqla dolur. Bu işıq həm sənin, həm də körpənin rahatlığını və təhlükəsizliyini gücləndirir. Öz-özünə səssizcə və ya pıçıltı ilə təkrar et. Mən güclüyəm, mən sakitəm. Hər anımda mən və körpəm təhlükəsiz və rahatıq. Sağlamlıq, sevgi və sakitlik içindəyik. Sonra körpənin qucağında tutduğunu təsəvvür et. Onun nəfəsini, istiliyini hiss et. Bu sevgi və bağ artıq indi hər nəfəsində güclənir. Qəlbində dərin bir minnətdarlıq yaradır. Bədəninə, körpənə və bu möhtəşəm səfərə görə.
Son olaraq bir neçə dərin nəfəs al və ver və hər nəfəs verdikcə daha yüngül, daha rahat, daha sakit olduğunu hiss et. Hazır olduqda yavaşca barmaqlarını tərpət, gözlərini aç və gündəlik həyatına bu sakitliklə qayıt. Şəfa olsun.